Herkese salam, əziz tərbiyələr. Bugün biz sizlərlə Alman dilində B1 səviyyəsində çox hissəli bağlayıcılar necə düzəlir, hansı bağlayıcılardan istifadə edəcəyik, onları birlikdə öyrənəcəyik. Çox hissəli bağlayıcılardan ilk növbədə biz sizinlə gəlin sowohl als auch-a baxaq. Sowohl als auch Azərbaycan dilində həm də deməkdir və sowohl als auch-la düzələn cümlələrdə heç vaxt vergül qoyulmur. Baxın, kein Komma. Cümlə sırasında ya cümlə içərisində man hatte sowohl die Fenster erneuert als auch eine Heizung installiert. Fikir verirsinizsə, feildən sonra sowohl gəldi və sowohl ilə als auch-un arasında görürsünüz sözlər gəlir. Daha sonra als auch und eine Heizung installiert deyilir. Həm də. Nicht nur oder sondern auch. Nicht nur nöqtə. Sondern auch. Təkcə yox, həm də kimi tərcümə edilir. Sondern bilirsiniz, əksinə deməkdir. Tərcüməsi isə həm də. Yəni təkcə yox, həm də deməkdir və hər zaman komma ilə istifadə edirsiniz. Yəni vergüllə. Ich informierte Max nicht nur mündlich, vergül, komma, sondern auch schriftlich. Və fikir verirsinizsə, ich informierte və feil ikinci yerdə gəlir. Vergüldən sonra sondern auch schriftlich. Yenə də sondadır. Və də noch nə deməkdir? Vergülsüz də deyə bilərsiniz, vergüllə də istifadə edə bilərsiniz. Cümlənin əvvəlində gəldiyində və də hat Paul angerufen cümlə sıramız olduğu kimi qalır. Vergül, o da braket içərisində yazmışam ki, yaza da bilərsiniz, yazmaya da bilərsiniz. Noch hat er uns eine Nachricht hinterlassen. Baxın, noch əvvəldə gəldi və noch ikinci cümlənin əvvəlində gəldiyi üçün hat xəbər gəlib, ondan sonra şəxsi veririk. Jana möchte weder etwas zu essen, noch etwas zu trinken. Baxın, weder feildən sonra gəldi, etwas zu essen verdik, noch etwas zu trinken və feil getdi sonra. Entweder oder. Ya da deməkdir. Du kannst mich entweder anrufen. Baxın, komma möglich. Yəni vergül yaza da bilərsiniz, yazmaya da bilərsiniz. Du kannst mich entweder anrufen, oder du kannst mir eine Mail schicken. Və o da cümlənin əvvəlində gəlir. Bilirsiniz ki, bu AB səviyyəsində keçirilən o da bağlayıcısı. Feil cümlə sıramız olduğu kimi qalır, dəyişmir. Du kannst mich entweder anrufen oder mir eine Mail schicken. Cümlə tərcümələrini eləmədim. İstərsinizsə əgər cümlə tərcümələrini videonun aşağı bölməsinə yazacağım. Bu hissədə siz bir hissəsini öyrəndiniz meotarika konneksiyonun, yəni çox hissəli bağlayıcıların. Ümidvaram ki, video vasitəsilə siz B1 səviyyəsində istifadə etdiyimiz meotarika konneksiyonun çox hissəli bağlayıcılar necə düzəlir, onları mənimlə birlikdə öyrənə bildiniz.